Xaçmazda qatarla avtomobil toqquşub. Hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib. Belə ki, Vaz markalı avtomobil hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdlü Səid İlhamoğlu Çələbiyev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, bugün saat 09:45 radələrində Xaçmaz Qusarçay sahəsində minik avtomobili dəmir yol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilin sürücüsü xəstəxanaya aparılıb. Hadisə nəticəsində dəmir yol infrastrukturuna zərər dəyib, faktla bağlı araşdırma aparılır. Azərbaycan Dəmir Yolları nəqliyyat vasitələri sürücülərini yol hərəkəti haqqında qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.